Salam. Bugün sizlərlə paralleloqram, onun xassələri və əlamətləri, yəni topluluğun ikinci bölməsinin izahına baxacağıq. Bunun üçün ilk növbədə bir neçə tərifə, düstura baxaq. Paralleloqram A-nın qarşısı da A-dır, B-nin qarşısı da B-dir. Gəlin istəyirsiniz bütün paralleloqramların ortaq 3 dənə xassəsini deyək sonra. Paralleloqram nəyə deyilir ümumiyyətlə? Qarşı tərəfləri paralel olan fiqurlardır. Məsələn, baxın, qarşı tərəfləri cüt-cüt paralel olan fiqurlardır. Bu bundan, bu da bundan. Təkcə paralleloqramın özü paralleloqram deyil uşaqlar. Həm də romb da paralleloqramdır. Çünki burada da qarşı tərəflər bir-birinə paraleldir. Hətta uşaqlar düz bucaqlı da paralleloqramdır. Çünki qarşı tərəfləri bir-birinə paraleldir. Bərabərdən çox burada paralellik önəmlidir. Paralleloqram 4 növü var uşaqlar. Bir də kvadratın özü də paralleloqramdır. Çünki qarşı tərəfləri yenə paraleldir. Bərabər demirəm, amma onsuz bərabərdir. Bir də paraleldir. Amma məsələn, desəm ki, trapesiya, xeyr, paralleloqram deyil. Niyə görə? Bu tərəflər paraleldir. Paralel uşaqlar o deməkdir ki, yəni kəsişməyən, eyni gedən. Yəni də demirlər yanmayan, paralel. Paralel gedin. Paralel budur. Amma baxın uşaqlar, yan tərəflər paralel deyil. Yuxarı oturacaqdan aşağı oturacaq paraleldir, amma yan tərəflər paralel olmadığı üçün bu paralleloqram sayılmır. Bütün bu 4 növ paralleloqramın ortaq 3 dənə xassəsi var. Gəlin baxaq. Birinci xassə odur ki, qonşu bucaqların cəmi 180-dir. Sol tərəfdə çəkirəm, baxın. Qonşu bucaq, məsələn, bir iti, bir kör bucaq deməkdir. Bu 20-dirsə, onda kör bucaq 160-dır. Bu həmişə belədir. Və ya uşaqlar, bu iti bucaq 20-dirsə, bu biri kör bucaq da 160-dır. Anladınızmı? Qonşu bucaqların cəmi 180-dir. Bütün paralleloqramda bu ödənir. İkincisi, qarşı tərəflər və bir də ikisi də. Qarşı bucaqlar da bərabərdir. Nə demək istəyir? Baxın, görün. Məsələn, uşaqlar, buradan bura 7 santimetrdirsə, İnşallah ki, donmadı. C-dir. BC 7-dirsə, AD də 7-dir. Uşaqlar, qarşı tərəflər bir-birinə bərabərdir. Məsələn, bura 3 santimetrdirsə, bura da 3 santimetrdirmi? Çünki baxın, eyni hizadan başlayıb, eyni hizada bitir. Yəni, uzaqdan baxanda eyni görünür də. Bura 4-dürsə, bura da 4-dür. Bir də uşaqlar, qarşı bucaqlar da, baxın, demirik təkcə qarşı tərəf, qarşı bucaq da. Məsələn, bura 30 dərəcədirsə, uşaqlar, qarşısı da 30-dur. Bildiniz, o paralel xəttlər qaydasında bütün iti bucaqlar 30-dur. Bütün kör bucaqlar da eynidir. 30-un qonşusu 150 idisə, bu bütün o biri kör bucaq da 150-dir. Yəni uşaqlar, bilin ki, qarşı bucaqlar bir-birinə bərabərdir. Bu qaydadan dəhşət istifadə olunur. Qarşı bucaq qaydasından. Üçüncü bütün paralleloqramlarda ödənən xassi odur ki, sağda izah edəcəm. Ən vaciblərdən də biri budur. Diaqonallar kəsişəndə nə olur? Yarı bölünür. Bir də yadda saxlamalısınız ki, diaqonal kəsişdirsə yarı böləsiniz. Məsələn, 20 santimetrlik diaqonaldırsa, AC 20 santimetrlik diaqonaldırsa yarı bölün 10-10. Məsələn, BD-nin daha qısa olduğunu görürsünüz də, düzdür? AC 20-dir, yarı böldüm 10-10. Tutaq ki, BD olsun 12 santimetr, daha qısadır. Daha qısadırsa 12-ni yarı bölün 6-6. Anladınızmı? Bütün diaqonallar kəsişəndə yarı bölünür. Öz hizalarına görə yarı bölünür. İndi baxaq sırf paralleloqramın öz qaydalarına. Deməli, A-nın qarşısında A durur, B-nin qarşısında B durduğuna görə həqiqətən də perimetr, baxın, 2 dənə A, 2 dənə B, 2 dənə A üstəgəl B-dən ibarətdir. Gözlə görünür ki, diaqonallar, baxın, paralleloqramın, təbii ki, bu iti bucaqlarından keçən diaqonalı daha uzundur. Amma kör bucaqdan keçən diaqonallar daha kiçikdir. Yəni, bərabər olmadığı gözlə onsuz görünür. İndi bəs baxaq görək, diaqonallar kəsişəndə 90 dərəcə əmələ gətirirmi? Xeyr. Diaqonallar ancaq, uşaqlar, baxın, yadda saxlayın, rombla kvadratda kəsişəndə 90 dərəcə əmələ gətirir. Şəkil üstündə göstərirəm. Ancaq rombla kvadratda bura 90 dərəcə olur. Rombla kvadratda bura 90 dərəcə olur.
Digər heç birində 90 dərəcə olmur. Məsələn, bura ola bilər 20 dərəcə. Nə bilim, düz bucaqlı da ola bilər, məsələn, 40 dərəcə. Amma onu bilin ki, heç vaxt 90 ola bilməz. 90 ancaq hansında olur? Rombla kvadratda bu bucaqlar 90 dərəcə olur. Bunu da dedik. Yəni dedik ki, 90 deyil. Ümumiyyətlə, burada heç biri deyil. Nə bir-birinə bərabərdir, nə 90 dərəcə əmələ gətirir, nə də bucağı tən bölür. Baxın, paralleloqramın iti bucağı olsun 40 dərəcə. Çöldə yazmayım, çaşarsınız. 40 dərəcədir. Məsələn, diagonal çəkilibsə, qara ilə çəkəcəm. Diagonal çəkilibsə, bunu heç də 20-20 bölmür. Bunu böləcək, nə bilim, 10-un 30-a. Yəni, tən bölmür də. İndi bilin ki, tən bölmür. Tən ancaq, burada da eynidir. Rombla kvadratda tən bölür. Yadda saxlayın. Rombla kvadratda həm 90 dərəcə əmələ gətirir. Qara ilə burada çəkirəm. Bax, kvadratda diagonallar, bilin, həm 90 dərəcəni tən bölür, 45-45. Həm də ki, 90 dərəcə əmələ gətirir, yəni tən bölür. Amma bunlarda tən bölmür, yəni heç biri olmur. İndi 3-cü qaydan başa salıram. Paralleloqramın tərəfi və diagonalı arasında əlaqə düsturu. Uşaqlar, paralleloqramın 2 dənə diagonalı var, 2 dənə də yəni eyni uzunluğu var da. D1, D2 deyək. Sonra diagonalın birinin kvadratı üstə gəl ikincinin kvadratı bilirsiniz nəyə bərabərdir? Elə tərəflərin kvadratlarının cəminə. Baxın, diagonalların kvadratlarının cəmi tərəflərin kvadratlarının cəminə bərabərdir. Amma gözlə görünür axı diagonallar daha uzundur. Neçə dəfə uzundur? 2 dəfə. Yəni düsturu belə yadda saxlayırsınız. Diagonalın kvadratları cəmi tərəfin kvadratları cəmindən 2 dəfə uzundur. Anladınızmı? Bu düsturu da dedik. Diagonalların kvadratları cəmi 2 dənə a kvadrat üstə gəl b kvadratdır. İndi sahə. Bu radiuslar, uşaqlar, onsuz gəlin yoxludur deyə başa salım. Amma çevrə dərsində də keçəcəm. Ümumiyyətlə, xaricə çevrə çəkmək üçün bütün təpələrə toxunmalıdır o çevrə. Amma biz görürük ki, ikisinə toxunur. O bir ikisinə çevrə toxunmur. Toxunmursa, deməli, xaricinə çevrə çəkilmir. Bunu da başa saldım. Bəs daxildə niyə çevrə çəkilmir? Daxilə çevrə çəkmək üçün də qırmızı ilə çəkəcəm ki, görəsiniz. Gərək ki, uşaqlar 4 tərəfinə də toxunsun. Amma biz bunun daxilinə çevrə çəksək, bu tərəf, bu tərəf, bu tərəf. 3 tərəfinə toxunur, amma 4-cü tərəfinə toxunmur. Yəni, burada 4 təpəyə toxunmalıdır, toxunmur. Burada 4 tərəfə toxunmalıdır, toxunmur. Ona görə çəkə bilmirik. İndi sahə düsturlarından danışaq. Paralleloqramın sahəsini necə taparıq? Bu, bütün fiqurlarda, bütün 4 bucaqlarda belədir, uşaqlar. En vur uzunluq, düz bucaqlının sahəsini bilirsiniz də. Amma uşaqlar, bucaq itidir deyə vururam arasındakı bucağın sinusuna. Bu qədər sadə bildiniz. En vur uzunluq vur arasındakı bucağın sinusu. Və ya uşaqlar, diagonalları bir-birinə vurun. Gözləyin. Arada donur deyə yuxarı atır. Və ya diagonalları bir-birinə vurun. Vurun arasındakı bucağın sinusuna. Baxın, eyni şeydir. Ya tərəfi vurun, arasındakı bucağın sinusuna vurun, ya da diagonalları vurun, arasındakı bucağın sinusuna vurun. Amma bayaq dediyi, diagonallar çox uzundur. Çox uzun olduğu üçün ikiyə bölək ki, tarazlansın da. Ya tərəf vurulsun sinus alfa, ya da diagonallar vurulsun sinus alfa böl 2. Baxın, bu iki düsturu dedim. Qaldı bu ortadakı düstur. Diagonalın bir də hündürlüklərlə bağlı düsturu var. Bütün 4 bucaqlarda bu var, maili olan. Uşaqlar, buradan təbii ki, hündürlük çəkə bilərəm. Ona görə sahəni belə tapa bilərəm. Tərəf vur, hündürlük. Və ya uşaqlar, o biri tərəf vurulsun, həmin tərəfə çəkilən hündürlük. Məsələn, baxın. Bu B tərəfi və B tərəfinə çəkilən hündürlük. Bildinizmi? Və ya uşaqlar, hətta paralleloqramda təkcə sahə tərəf vur, hündürlük deyil. Diagonallar axı önəmli faktordur burada. Diagonala çəkilən hündürlük belə sahəni verir. Yəni, diagonala çəkilən hündürlüyə vursam, sahə eləyəcək. Aydındırmı? Bütün düsturları dedik, artıq toplu izahına keçə bilərik. Aha, bunlar çox rahatdır. 5-in qabağında 5 yerləşir, 4-ün qabağında 4 yerləşir, toplayasınız. Burada da qonşu bucaqların cəmi 180-dir, toplayasınız. Burada da 5K, 7K yazıb 180-ə bərabər eləyəsiniz. 7-ci sualı istəyirsiniz, baxaq. Bucaqların heç biri verilməyibsə, birinə x deyirəm, birinə y deyirəm. Deyir, ikincidən birincini çıx, yəni uşaqlar.
Y-dən x-i çıx, deyir 24 eləyir. Biz də bilirik ki, bunlar qonşudur. Bəs qonşuların cəmi neçədir? 180. Uşaqlar, bu 4-dür. Y oxşuyur, amma 4-dür. Uşaqlar, sistem tənlik yaranır. Əks ədədlərin cəmi 0-dır. 2 dənə y eləyir 204. Toplayın 204. 204-ü 2-yə böləndə 102. Bunu tapdım 102. Axı bucaqların cəmi 180 eləməlidir. 180-dən 102-ni çıxıram, o birisi də 78-dir. Bizdən birinci bucağı istəyir 78. 9-cu qayda. Sual. Əslində bunu mən üç bucaqlarda demişdim. Bir çəkək yadımıza düşsün. Deyir, bərabər yanlı üç bucağın. Bərabər yanlı sözünü eşidən kimi A. Oturacağı üzərində götürülmüş nöqtədən yan tərəflərə paralel 2 dənə düz xətt çəkilib. Baxın. Bu biri A tərəfinə uyğun deyir, bir dənə xətt çəkilib. Bu biri A tərəfinə, buna uyğun bir dənə də paralel xətt çəkilib. Deyir ki, və bunlara, bu xəttlərə nə deyirdi? X-dan Y. Uşaqlar, paraleloqram yaranır. Öz deyir, alınan paraleloqramın, bu paraleloqramı onsuz məndə görürsünüz. Bu paraleloqramın. Deyir, perimetrini tap. Baxaq görək, x-in qabağında x duracaq, y-in qabağında y duracaq. Və bunun perimetrini istəyir. Perimetr 2 dənə x üstəgəl y-dir və 2-ni çıxarsam x üstəgəl y qalır. İndi baxaq, sizə bir qayda demişdim. Bərabər yanlı üçbucaqda yan tərəfə çəkilmiş paralel çəkilmiş xəttlərin cəmi həmişə yan tərəfə bərabər olur. Elə yan tərəfin özünə bərabər olur. Yəni x üstəgəl y nəyə bərabərdir? Elə a-ya bərabərdir. X üstəgəl y silib yerinə a yazıram. Cavab olur 2 dənə a. Bildinizmi? Elə məsafələrin cəmi yan tərəfin özünə bərabərdir. Birinə a. X ilə y-in cəmi a-ya bərabərdir. 12-ci. Deyir, perimetri 44 olan paraleloqramın, bu sözü eşidən kimi paraleloqramın perimetrini cızmaqara eləyin ki, bir ağlınıza gəlsin ki, 2 dənə a üstəgəl b-dir. 2 dənə a üstəgəl b 44-dür, son da a üstəgəl b 22-dir. Bunu bildik və yadımızda saxlayaq. Deyir, amma diagonallarla 4 dənə üçbucağa ayrılıb. Həqiqətən görürük ki, 1, 2, 3, 4. 4 dənə üçbucağa ayrılıb. Yəni, tam çəkim. 4 dənə üçbucağa ayrılıb. Deyir, 2 qonşu üçbucağın. Uşaqlar, bunlar qarşıdır. Bizə deyir, qarşı yox, qonşu, yəni yan bayan. Baxın, indi bunlar qonşudur. Bura A desəm, bura B deyirəm, onda burada B-dir, burada A-dır. Diagonal sözün görən kimi uşaqlar kəsişirsə, x, x, y, y, yaxşımı? Bizə deyir ki, 2 qonşu üçbucağın perimetrlərinin fərqi 6-dır. Perimetrlərinin, bu ikisinin deyir, perimetrlərinin fərqi 6-dır. Amma biz bilirik ki, x, bunun perimetri nədir? X, y, b. Bu ikincinin perimetrini gəlin baxaq. X, y, a. Uşaqlar, bunlar elə eynidir də. Deyir, fərqi. Bunlara çıxanda bunlar ixtisar gedir. Nə qalır? B çıx a. Niyə B-dən A çıxdıq? Çünki gözlə görürük ki, B tərəfi A tərəfindən daha uzundur. Deyir, fərqi 6-dır. Bildiniz də, deyir, perimetrlərin fərqi 6-dır. B çıx A 6-dır. Onda sistem tənlik yaranır da. B üstəgəl A 22 idi. Vermişdi, baxın, burada verib. B çıxanın da 6 olduğunu indi bildik. Əks ədədlərin cəmi 0-dır. 2 dənə B 28 eləyir. Onda B-nin biri 14. Tərəfin biri 14-dür, sonsuz bir dənə variantdadır. O birisi də 8-dir. Çünki baxın, yerinə qoyun. 14-dən nə çıxanda 6 eləyir? 8. Yəni tərəfin biri 14-dür, biri 8-dir. A variantı. İndi 16-cı. Bugün ard-arda dayanmadan 3 dərs danışmışam. 16. Yenə də diagonal görürəmsə x, x yazıram, y, y yazıram. Deyir AC, yəni nə? 2x. Baba, AC-ni silib yerinə nə yazıram? 2 dənə x. 16-nı sağda yazıram. AC-ni sildim, yerinə 2x yazdım. Deyir 2 dənə AD-yə bərabərdir. Onda 2-lər ixtisar gedir. X AD-dirmi? Yəni AD x-dirmi? Onda AD-yə, uşaqlar, baxın, bu AD-yə nə deyirəm? X. Sonra deyir AB, 2-də 3 dənə yazıram. AB, 2-də 3 dənə BD-dir. BD-ni görün nə tapmışıq? 2 dənə Y, düzdür? BD-nin yerinə 2Y yazacaq. Yazıram, AB bərabərdir. 2-də 3 vurulsun BD, yəni 2 dənə Y.
Məxrəc yoxdursa məxrəcə 1 yazıram. 2 ilə 2 ixtisar gedir. AB bərabər olur 3 dənə Y-ə. Uşaqlar, bu AB-yə də 3 dənə Y yazıram. İndi uzaqdan baxırsınız da, bu fiquru görürsünüzmü? Həm diaqonallar, həm də tərəflər görürsünüzmü? Diaqonal və tərəf görəndə, diaqonal və tərəf arası əlaqə düsturu yadınıza düşürmü? Demişdimi, diaqonalların kvadratı tərəflərin kvadratlarından 2 dəfə böyükdür. Bu düstur ağlınıza gəlməlidir. İndi baxaq. Diaqonalın biri 2x-dirmi? Yəni bu 2x-in kvadratının üzərinə. Diaqonalın o birisi 2y-dirmi? Bunun kvadratını gələndə 2 vur tərəflərin kvadratı edir. Uşaqlar, tərəfin biri 3y-dir, biri x-dir. Yəni birində x-in kvadratı, o birisində də 3y-in kvadratı edir. Bu eləyir 2-nin kvadratı 4 dənə x-in kvadratı, 2-nin kvadratı 4 dənə y-in kvadratı. Bu da 2 vurulsun 2x-in kvadratı üstə gəl. 3-ün kvadratı 9. 9 y-in kvadratını 2-yə vuranda 18 dənə y-in kvadratı eləyir. Uşaqlar, həmişə böyük olan tərəfə yığırıq. X-ları böyüklərə tərəfə yığıram 2x-in kvadratı. Y-i böyük tərəfə yığıram 14 y-in kvadratı. Hər tərəf cütdür deyə 2 ixtisar gedir. Qalır 1 dənə x-in kvadratı bərabərdir 7 dənə y-in kvadratına. Əslində biri yazmaya da bilək. 2 ixtisar gedəndə x-in kvadratı bərabərdir 7 dənə y-in kvadratına. Bizə deyir, görün nə? AD böl AB. Yazıram. İstərsə qırmızı ilə yazım. AD böl AB. AD neçədir? Şəkilə baxın. Qırmızı ilə göstərəcəm. AD-nin AB-yə nisbətini istəyir. Yəni x-in 3y-ə nisbətini istəyir. Uşaqlar, bizdən bu x-in kvadratıdır, x deyil. X-i almaq üçün hər tərəfdən kök alıram. Olur x bərabərdir nəyə? Kök 7 dənə y-ə. Uşaqlar, bilirsiniz də, kvadratı yox eləmək üçün kök alıram. Kökü yox eləmək üçün kvadrata qaldıram. Yəni bunlar bir-birinin tərsidir. X kök altda 7 y-dirsə gətirib yerinə qoyuram. Y-lər gedir, qalır kök 7 böl 3. Diqqətli olsaq, sadə sualdır. 19-cu sual get-gedə sadələşir. Yəni elə bir dənə qeyri-adi bu 16 idi. 19-cu şəkli üstündə baxaq. Uşaqlar, qarşı bucaqlar bərabər idimi? Bura 60-dırsa, bura da 60-dırmı? 90-60 görəmsə, bura 30-durmu? 30-un qarşısındakı katet həmişə 90-ın qarşısındakinin yarısıdır. Yəni hipotenuzun yarısıdır da. Deyir, AB 12-dir. Bura 12-dirsə, qarşı tərəf də 12-dirmi? B-yə 3-dür, burada 3-dür. Uşaqlar, 30-un qarşısındakı bu 12-nin yarısı deyilmi? Yəni 6-dır. Biz gəlin sağda çəkək. 19-cu. Uşaqlar, bura 12-dir. Bu hissə 6-dır, bu hissədə 3 özü verib. B-yə-nin 3 olduğunu verib. 6 ilə 3 toplayın, 9. Perimetri istəyir. Perimetr 2 dənə A üstə gəl B deyil. Yəni 2 dənə 12 üstə gəl 9. Yəni 2 dənə 21. O da eləyir 42. Yəni perimetrimiz neçədir? 42 santimetr. Çox sadə suallardır. 21-ci sual. Cəmi 3 dənə sualımız qalıb. 21-ə baxaq. Uşaqlar, bərabər bucaqlar görürəmsə, deməli bərabər yanlı 3 bucaqdır da, hə? Bərabər yanlıdırsa yan tərəfləri x deyirəmmi? X dedim. İstəyirsiniz bu tərəfə həmişə A demişik deyə A deyək. Bu tərəfə də bir dənə B deyək. B-nin bu hissəsi x-dırsa, bura B çıx x-dirmi? Ümumi yol B-dir. Bir tərəfi x-dırsa, o birisinə B çıx x qalır. İndi ABE-nin perimetri. ABE-nin gəlin içini mavi ilə göstərim. ABE-nin budurmu? 3 dənə tərəfi toplayın. 21-ci sualı yazıram. 3 dənə tərəf A, sonra B çıx x, bir də x. 3 dənə tərəfi gördünüzmü şəkildə? Baxın, bu 3 dənə tərəfi topladım. Deyir 10-dur. Bərabərdir 10. X-lar ixtisar gedir. A üstə gəl B bərabər olur 10-a. Bəs deyir paralelogramın perimetri neçədir? Paralelogram bu deyil ki. Uşaqlar, eni A-dır. Uzunluğuna da baxın, ümumi şəkildə nə demişəm? B. Paralelogramın perimetri 2 dənə A üstə gəl B deyil ki. A üstə gəl B-ni də 10 tapmışam. 2 dənə 10 neçə eləyir? 20. Cavab oldu 20. Sonra 25-ci sual. Deyir 90 dərəcədir, BAD 30-dur. Yenə də uşaqlar, bir bucaq 30-dursa, qarşı bucağı da 30-dur. Bəs qonşusu 150-dir. Uşaqlar, bu
Bu dördbucaq qaydasından da gedə bilərik. Gəlin o dördbucaq qaydasını xatırladım, çünki çox düşür. 90-ın qonşusu 90-dır. Sizə bu fiqur sizə bir şey deməlidir ki, müəllimə qayda demişdi. 2 dənə bucağı 90-dırsa, bu qaydadır. Siz qaydadan qaça bilməzsiniz, baxın. Ümumiyyətlə 2 dənə bucaq sizə 90-90 verilibsə, cəmi neçədir? 180. Onda mütləq o biri 2 bucağın da cəmi 180 olmalıdır 4 bucaqlarda. İndi biri 150-dirsə, onda o birisi neçə olsun ki, cəmi 180 olsun? 30. Bax, buranı tapdıq 30. Bizdən də həmin o MB-ni istəyir. Baxın, MB-N 30. Bildinizmi? Bu bunun əsl yoludur. Amma siz məsələn xırda gedib tapmaq istəsəz, məsələn birbaş tapmaq istəməsəz, deyərsiniz ki, mənim 90-30-dursa bura 60-dır, 90-30-dursa bura da 60-dır, 150-nin qabağı da 150-dir. 150-dən bu 2 dənə 60-ı, yəni 120-ni çıxsam qalar 30. Yəni bu 30-u baxın, bu yolla da tapa bilərdiniz, uzun yolla. Və yaxud elə 150-30 qarşı bucaqlar, yəni 90 dərəcə olanda bu ikisinin cəmi 180 edir. 27 çox maraqlı sualdır. Bir dənə diqqətli olun, üstündə baş salacağım. Burada köçürəcəm 27-ni. Deyir ki, SN ND-yə bərabərdir. SN ND-yə. Hə, bura bərabərdir. Onda uşaqlar B-in mediandır mı? Qarşı tərəfi yarı bölübsə mediandır. Yəni, bu üçbucağı burada çəkirəm. Bildiniz hansı üçbucağı çəkdim? BCD üçbucağını çəkdim və BN mediandır. Qarşı tərəfi yarı bölüb. Uşaqlar, biz də bilirik ki, diaqonallar kəsişəndə də yarı bölünür axı. Hə, baxın, belə bir diaqonalın bir hissəsi burada var. Biz də bilirik ki, bu kəsişmə nöqtəsində yarı bölünürlər. Onda uşaqlar, bu da mediandır. Baba, 2 dənə median kəsişəndə üçbucaqda medianlar. Siz özünüz tutmalısınız ki, uşaqlar, bir diaqonallar yarı bölünür, bir də özü burada verib bərabərdirsə, demək 2 dənə median var. 2 dənə median da kəsişəndə necə bölünür? 2 böl 1 nisbətdə, təpədən başlayaraq. İndi MC 6-dır, buranı verib 6. Bax, təpə hissəni verib 6, onda bura 2 dəfə kiçik olacaq, yəni nə olacaq? 3. Buranı tapdıq mı 9? Baba, istəyirsiniz biraz aşağı salın, bunu da çəkin bura. İki müqayisə edə biləsiniz. Yoxdur, elə aşağısından çəkin, gözünüz görür. Paralelogramı indi bütöv çəkirəm. Üçbucağın baba bu hissəsini nə tapdıq? 9. Uşaqlar, baba, buranı tapdıq 9. İndi davamını çəkirəm. Biz də bilirik ki, diaqonallar kəsişəndə necə bölünür? Yarı. Burası 9, sonra burası da 9-dur da, çünki yarı bölünür. Bizdən də elə AC-ni bütöv istəyir. Uşaqlar, AC nədir? 9 ilə 9-un cəmi 18 sm. Diqqətli olsaq, çox sadə sual idi. Çünki diaqonallar yarı bölünür. Yuxarı hissəsi 9-dursa və yarı bölünmüşdürsə, burası da 9-dur. Yəni 18 sm-dir. Başqa özünüz düşünün, beyniniz açılsın.